Bəzən deyirlər, üzümün bir tərəfi elə bil elektrik vurur. Bıçaq kimi sancı keçir. Bir anlıq dayanıb, sonra keçir. Bu vəziyyət çox zaman trigeminal nevralgiya adlanır, yəni üçlü sinirin ağrısı. Üzümüzdə hissiyatı təmin edən əsas sinir var, trigeminal sinir. O, alın, yanaq və çənə hissələrinə siqnal daşıyır. Bəzən bu sinir damar tərəfindən sıxılır və ya sinir özü qıcıqlanır. Nəticədə insan üzünün bir tərəfində ani, kəskin, sanki elektrik vururmuş kimi ağrı hiss edir. Ağrı çox zaman bir neçə saniyə çəkir, amma gün ərzində dəfələrlə təkrarlana bilər. Hətta danışmaq, gülmək, diş fırçalamaq və ya üzə toxunmaq belə bu ağrını yarada bilir. Çoxları bu ağrını diş ağrısı ilə səhv salır. Amma burada problem dişdə deyil, üçlü sinirindədir. Bu ağrılar üçün adi ağrı kəsicilər çox kömək etmir. Müalicədə siniri sakitləşdirən xüsusi dərmanlar, yəni antikonvulsantlardan istifadə olunur. Əgər üzünüzün bir tərəfində bu cür ani, şimşək kimi ağrılar varsa, bu trigeminal sinirin sizə göndərdiyi siqnaldır. Belə hallarda nevroloqa müraciət edin. Erkən müalicə ilə bu ağrılar tam nəzarət altına alına bilər.